Həyatım, bayaq balıq demişdin. Gedin tez balıq konservası alım gəlim, yoxsa bunu da evdə hazırlayasın. Heç yerə getməyəcəksən. Evdə balıq da var, konservanı da evdə özüm hazırlayacağam. İlk olaraq 150 ml duru yağda kökümüzü və soğanımızı yaxşıca qovururuq. Soğanla kök orada qovrulan kimi biz də balıqlarımızı təmizləyirik. İndi isə balıq konservamızın sosunu hazırlayırıq. 1 dolu xörək qaşığı tomat pastası əlavə edirik. 1 çay qaşığı dolusu duz əlavə edirik. 1 xörək qaşığı dolusu un əlavə edirik. 300 ml də suyumuzu əlavə edib topları açılana kimi qarışdırırıq. Yuyub içərisini təmizlədiyimiz kilkə balıqlarımızı tavaya səliqə ilə düzürük. 1 çay qaşığı dənəvər istiot əlavə edirik. Hazırladığımız sosumuzu balıqların üzərinə əlavə edib qaza 1 saatlığını bişməyə qoyuruq. Ləzzətli balıq konservamız hazırdır. Bismillah eləyək, dadına baxaq. Dadı həqiqətən çox əladır. Mən çox bəyəndim. Bunu istəyən bankada saxlaya bilər, istəyən belə servis edib yeyə də bilər. Pul verib alana kimi evdə qəşəng hazırlayıram.